Ali təhsil müəssisələrini və gələcəyin ixtisaslarını bir məkanda toplayan sərgi start götürüb. Dövlət İmtahan Mərkəzində təşkil olunan bu mühüm platformada regionun aparıcı təhsil ocaqlarından olan Mingəçevir Dövlət Universiteti özünün unikal stendi ilə xüsusi diqqət çəkir. Sərgi iştirakçılarına universitetdə mövcud olan tələbə yönümlü müasir tədris mühiti, sosial və akademik dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Xüsusilə gənclərin fərdi inkişafına və praktik bacarıqlarının artırılmasına xidmət edən proqramlar böyük maraqla qarşılanır. Sərginin ilk günündən etibarən MDN-ın nümayəndələri xüsusi infosesiyalar keçirərək gəncləri maraqlandıran karyera perspektivləri və beynəlxalq əməkdaşlıq imkanları barədə sualları cavablandırıblar. Məqsəd keyfiyyətli ali təhsilə əlçatanlığı təşviq etməkdir. Gələcəyini məqsədyönlü şəkildə qurmaq və müasir təhsil imkanlarından yararlanmaq istəyən hər bir kəs iyulun 31-nədək Dövlət İmtahan Mərkəzində Mingəçevir Dövlət Universitetinin stendini ziyarət edə bilərlər.